onda. Aha. Aferin. Bəli. Bakima aydın deyil. O dinləyici kimi qoşulan müəllimlər. Aydın olmayanda burada zəhmət olmasa deyin ha. Yəni saxlamayın, çəkinməyin. Mən dinləyici kimi qoşmuşam ki, nə qədər çox işləsək, o qədər yaxşıdır. Gəlirik Zöhrə müəllimə, ikinci testimizə baxaq görək nədir? İkinci testdə deyir ki, zolaqlı kərtənkələnin cinsiyyət xromosomlarının hansı genlərində baş verən mutasiyalar erkək fərdlərdə üzə çıxa bilər? Erkək fərdlərdə XX-dir. Hansı genlərdə baş verən mutasiyalar elə deməli olar bilər onda elə A, B eyni olanları götürürük. Baxın, deyin mənə. Ola bilər. Bəli, AB olacaq müəllimə. Cavab da AB-dir. Amma indi bunu bir də qəşəng əsaslandırıb müəllimlərimiz bilsin niyə elə dediniz. Erkəklərdə çünki XX cinsiyyət xromosomudur. A ilə B burada olan deməli xromosomlardan hər ikisində var. Başqa nəyə əsasən onu deyə C-də var müəllimə orada. C-də niyə olmur? A-da, B-də, C-də ikisində də var. Qoy baxaq ona. Sadəcə o variant daha uyğundur bəlkə ona görə. Erkək fərdlərdə üzə çıxa bilər, deyirsə, qəşəng sual verdi. Amma müəllimə bizə ikili verib axı, məsələn müəllimə. ABC variantı yoxdur axı. Olsaydı götürərdik, onu da götürərdik. Abi, oturup C-ni də götürəcəydik müəllimə onda belə çıxır. Bəli, yoxdur müəllimə, cavablarda yoxdur. Sonra kim baxsın? Mirvari müəllimə, üçüncüyə baxaq, görək bu üçüncü nədir? Müəllimə, mən bunu belə birinci diqqətimi bu çəkdim. Onda siz baxmayın, qoyaq üçüncünü səyyarə müəllim oxusun. Eyb yoxsa başqasına. Bu qızlar ifrazat sistemidir, amma görək hansı ifrazat sistemi ola bilər. 10-cu sinif məktəbində verilib. Hacım, deyin müəllimə. Ehlenberg diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, ifrazat sistemləri, baxaq, mezoderma mənşəlidir. Hər üçü də mezoderma mənşəli olar. Sonra sidik hissəsi olmayan heyvanlarda olur. Sidik hissəsi olmayan heyvanlarda olur. O olacaq. Quşların sidik hissəsi yoxdur. Sonra lələk örtüyünə malik heyvanlarda olur. O da olacaq 1. Deməli, bir də olacaq 2. Qoy müəllimlərimiz bilsin. Bu birinci hansı canlının ifrazatıdır? İkinci deməli, birinci quşlarındır. Çünki orada görürsünüz bir dənə yumurtalığı da yoxdur. Yəni quşlarda yumurtalıq yoxdur, sidik hissəsi yoxdur. Amma o birisi deməli məməlilərə aiddir. İkinci də olar. Mezoderma mənşəli biri çünki hər ikisinə aiddir. Sidik hissəsi olmayan heyvanlarda olur. Bu olacaq birinci. Çünki quşlarda sidik hissəsi yoxdur. Lələk örtüyünə malik heyvanlarda olur. Bu da olacaq birinciyə aid. Çünki lələk quşlardadır. Körpücük sümükləri olmayan məməli heyvanlarda ola bilər. Bu olacaq 2. Bəli. Deməli, 4 ikinci orqanizmə aiddir. Məsəl üçün qızlar hansıdır? İt, at, gəzənlər, bəli. İstiqanlı heyvanlar üçün seçiyəvidir. Hər ikisi üçüncüyə aiddir və qulaq heyvanı olan heyvanlar üçün seçiyəvidir. Bu olacaq 2. Deməli, bir üçün götürürük. Burada variantlar da var. O birisi səhifədə də variant. A variantı olacaq. Bəli, A variantı olacaq. 2, 3, 4, 6, 1, 5. Çox qəşəng. Aynur müəllimə, baxa bilərsinizsə, yorğun deyilsinizsə, dördüncüyə də baxaq. Aynur müəllimə. Şəkildə göstərilən, mən baxıram. Şəkildə göstərilən proses necə adlanır və bu prosesdə iştirak edən orqanizmlərin yalnız biri üçün səciyyəvi olan xüsusiyyət hansıdır? Deməli, şəkildə göstərilən mikorizadır. Biri üçün səciyyəvidir, avtotrof yolla qidalanma, ağaclar avtotrof yolla qidalanır. Biri üçün səciyyəvi, yəni deyəndə olar. Səciyyəvidir, bəli, bir deyirsiniz var. Beşincini kim desin? Yaqut mənə baxaq. Aynur müəllimə, mikrofonu bağlayın. Xəstəliyin törədicisi bir hüceyrəli, keçiricisi isə çox hüceyrəli orqanizm ola bilər. Deməli, törədici bir hüceyrədir, keçirici çox hüceyrəli orqanizmdir. Malyariyadır. Aferin. O zaman 6-cıya da baxın müəllimə. Hansı növün ifrazat sistemi orqanlarının axacaqları bədənin baş hissəsinə xarici açılır, çay xərçəngidə bığcıqların dibinə. Bəli, çox qəşəng. Səyyarə müəllimə 7-ni oxuyaq. Sonra qızlar sizə də deyəcəm. Səyyarə müəllimə 7. Yaxşı. Lamarck sistematikasında onurğasız heyvanlar neçə pillədə yerləşdirilib? Neçənci soruşmur, neçə pillədə? O olacaq onurğasızlar 3 pillədə. Cəbəndə yoxsa 2 pillə? 6 pillə var Səyyarə müəllimə. Biraz çox Bəli. 6 pillə var. Onların ikisi onurğalılardır, yuxarı pillələrdir 5 ilə 6. Aşağıdan sadəcə onurğasızlar. O hüceyrələri də götürürük də onurğasız kimi. Yəni bir hüceyrələri də götürürük də onurğasız kimi. Bəli, müəllimə. Onlar onurğasız zoologiyası öyrənir. Onda B variantı. Onurğasız zoologiyası öyrənir. Müəllimə 4-ünü götürə bilərik. Bəli, 4. İlhami müəllimə oxuyaq. İlhami müəllimə 8-i oxuyaq. 8-9. İnsanın 3-cü boyun fəqərəsi bilavasitə neçə sümüklə birləşir? Müəllimə, bir özündən əvvəlki ilə, bir də özündən sonraki ilə. O birisini də oxuyun İlhami müəllimə, düzdür? Birinci hidrasının həm daxili, həm də xarici qatında yerləşən hüceyrələrində ola bilər. Müəllimə, qamçı götürərdik. Bəli, aferin. Çünki spermatozoiddə də var, həzm hüceyrəsində də var. Çox qəşəng. Qızlar, deməli, dördüncüdə götürdük nə? Buradan bitkilərdən mikorizadır bu. Didiz göbələyinin ağac, avtotrofdur. Və kim bilməsə bir də. Çünki səhifəni çevirirəm. 5-cidə nə dedik? Dedik, hansı xəstəliyin törədicisi bir hüceyrədir, keçici çox hüceyrə. Dedik ki, malyariya.
Bir hüceyrəli, keçirici, çox hüceyrəli. 6-cıda nə dediniz qızlar? İfrazat sistemi orqanlarının axacaqları bədənin baş hissəsindən xaricə açılır. Xərçəngi dediniz, düz dediniz. 7-ci səyyarə müəllimə dedi Lamarckın sistematikasında. Qızlar 6 dənə pillə var. Yadınıza salın 1-ci pillə. Sadəcə orada 6-cı və 5-ci pillədə, məsələn, sürünən quşlar məməliləri 6-cı pillədədir. Sürünəndir, balıqdır. Qurbağa var idimi 5-ci pillədə qızlar? Qurbağa var idimi 5-ci pillədə? Özüm soruşuram əlavə. Müəllimə səssiz gəlmir. Səsim niyə gəlmir? Qızlar yox, səsimdə bir problem yoxdur. Məndə bir şey yoxdur. Necədir, gəlir səsim qızlar? Yox, bir şey basmamışdım. Deməli, Lamarckın 6-cı və 5-ci pilləsində qızlar, deməli, onurğalılardır. 6-cı pillədə quşlar məməlilərdir. 5-ci pillədə qurbağa var idi qızlar. Qurbağa var idi. Xeyr, yox. Qurbağa yox. Yox idi. Bəli, 8 və 9-u da İlhami müəllimə qəşəng izah elədi. Mən buradan baxıram elə qızlar, ekranımızdan baxıram. Ona görə çevirin. Mətanət müəllimə siz izah edin 10-cunu, zəhmət olmasa. Qəşəng İlk dəfə genetik xəritəsi McClintock tərəfindən tərtib edilən bitki üçün səciyyəvi olmayan. McClintock müəllimə qarğıdalının xəritəsini hazırlayıb da. Genetik xəritəsi. Bəli. Gövdəsinin içi boş olmur. Doludur, Bir bəli. evli bir Gövdəsi cinsli doludur. bitkidir. Bu düzdür. Bəli, bir evli bir cinsli bu da düzdür. Bir evli bir cinsli bitkidir. Bir evli olub bütün çiçəklərində meyvə əmələ gəlir. Bu səhvdir. Bütün Bu səhv çiçəklərində əmələ fikirdir. gəlmir. Bütün çiçəkdə əmələ gəlmir, aferin. Mətanət müəllimə 11-i də oxuyun. Əgər itdə körpücük sümükləri olsaydı, çiyin qurşağı skeleti döş qəfəsinin yalnız bir sümüyü ilə bilavasitə birləşərdi. Bir dənə başa düşməyə çalışın qızlar. İtin körpücük sümüyü yoxdur. Yoxdur. Çiyin qurşağında sadəcə kürək sümüyü var. Kürək sümüyü də birləşir bu bazuya. Hə. İtin qurşağı skeleti döş qəfəsinin yalnız bir sümüyü ilə İnsandakı birləşərdi. kim olar? İnsandakı Düzdür. düzdür. Bəli, düzdür. Birləşərdi. Cavabında olacaqdı, düzdür. 12-yə baxaq Mirvari müəllimə, baxaq 12-yə. Vardınız bu dərslərdə. Deməli, insanda bədən boşluqlarında yerləşməyən vəzlər tərəfindən ifraz olunan hormonlar bədən boşluqlarında yerləşməyən. Bədən boşluqlarında. Deməli, Bədən boşluğunda yerləşməyən vəzi hansıdır? Bir dənə düşünün. Bir də toxumluqlar. Bəli, kişilərdə toxumluq. bəli. Qalxana bənzər. Ay, sağ ol, qalxana bənzəri mən unutmuşdum, sağ olun, bax siz dediniz. Boğazda qalxana bənzər ətraf, bir də toxumluq. Tamam qızlar, bax bu dərslər. Bunlardan Yox, mama burada. A bəndi olacaq da A bəndi. androgen, testosteron, Bəli, androgen, testosteron. fermentasyon, qalxana bənzər. Sağ ol. İndi qızlar 13-cüyə baxırıq hər birimiz. 13-cüyə Məsmə müəllimə oxuyaq, sonra Günel müəllimə oxuyacaq. 13-ə baxaq qızlar. Deməli, qeyri-aleal genlərin qarşılıqlı təsiri eksitaz zamanı dietrozigot bozobu dovşanlarının öz aralarında çarpışması zamanı alınan nəsildə bozobu dovşanlarının genotik müxtəlifliyinin ağ dovşanlarının genotik müxtəlifliyinə olan nisbəti. Bunun üçün müəllimə biz gərək bunları çarpazlaşdıraq. Ehtiyac varmı? Ehtiyac Demişdik ki, varmı? yoxsa İkisi də bozobu dovşanlar. heterozigotdursa Məsmə müəllimə, biz bunu əzbərdən bilirik də. 9-un 3-ə, 10-un da 4-ə. Bax, ikisi də Dokuz, üç, heterozigotdur. Qızlar, bax, bir dənə qulaq asın mənə. Evet. Böyük C, balaca C, böyük A, balaca A-nı çarpazlaşdırırıq. Böyük C, balaca C, böyük A, balaca A-ya. 16 kombinasiya alınır. 9-u boz. Neçəsi qara, neçəsi ağ? Qızlar. 3 ağ, Qaradır müəllimə, 2 4-ü qara, 4 ağ. 2 qara, 4 ağ. 4-ü ağ. İndi da heç bu neyini çarpazlaşdırma aparırsınız qızlar? Onda müəllim biz burada elə boş 3-dən 4 yazacağıq. O da Amma olacaq A. genotip müxtəlifliyi deyir. Yanın bircə dəqiqə qızlar qoy görə. Alınan nəsil boz adı dovşanların genotip müxtəlifliyinin, ağ adı dovşanların genotip müxtəlifliyini Bəli. içinə burada çarpazlaşdırmada apara bilərik. Amma çox bilmiş də ola bilərik. Pennet əgər əzbər gözümüzün qabağına gətiririksə, Pennetdə bax, böyük C, balaca C, böyük A, balaca 4 dənə idi qızlar. 4 dənə boyu idi. Yadınıza salın. Boz dovşanların 4 dənəsi Bəli. genotipi eyni idi. Boz dovşanı bir dənə belə yaza bilərik. Böyük C, böyük C, böyük A, böyük A cində yaza bilərik Mətanət müəllimə. Sonra boz dovşanı belə yaza bilərik. Böyük C, balaca C, böyük A, böyük A kimi yaza bilərik qızlar. Yəni 16 kombinasiyanın 4, 4-ün 2-yə, onun 2-yə, onun 2-yə, onun 1-ə, onun 1-ə, onun 1-ə belə yaza bilərsiniz. Ya da çarpazlaşdırarsınız qızlar. Çox rahat Pennet cədvəlini çəkərsiniz. İçərisində genotipi Yəni B variantıdır orada. yox, 13-də A variantıdır. Səyyarə müəllimə bu ucu fenotip olmadığına görə bunu gərək çəkəsiniz. Ya da çəkmirsinizsə Penneti. Bax belə bilin, Pennetdə istər Mendelin noxud söhbəti olsun. Pennetdə necə idi genotipə görə nisbət? 4-ün 2-yə, onun 2-yə, onun 2-yə, onun 2-yə. Burada da yaza bilərsiniz. Mən sizə öyrətmişəm bunu. Ya da elə edin, ya da Penneti çəkin. Yox, mənim əslində rahat bir şeydir, test. Sadəcə əridirik indi oturub onu yazmağa. Bildik əslində rahat. Qızlar, mən yolun dedim, siz nə edin amma imtahanda. Siz də oturun, çarpazlaşdırın, Penneti çəkin. Bozlarda belə yazılır. Böyük C-nin yanında böyük A bozdur. Onun sayını hesablayırsan, ağ ada dovşanı necə yazılır? Orada böyük C hərfi olmamalıdır. Balaca C və böyük A və yaxud da balaca C qızlar elə nə olmalıdır? Balaca A. Bunlar, amma yenə də imtahanda İlhami müəllimə oturun, çəkin. İşinizi ehtimala buraxmayın. Oldu. 14-cüyə kim baxsın? Günel müəllimə baxaq 14-cüyə.
deməli, canlı maddənin hansı funksiyası məhv olmuş orqanizmlərin redusentlər tərəfindən mineral maddələrə qədər parçalanmasına əsaslanır? Burada müəllim biokimyəvidir. Çünki orada mineral maddə yanandan sonra yenidən bioloji dövrana qoşulur. Ona görə də biokimyəvidir burada. Çox gözəl Günel müəllimə. 14-də biokimyəvidir. Qızlar, qısa bir dənə o biri səhifəmizə də keçək. Aha. Oxuyun. Müəllimə üzr istəyirəm. Bir dənə bunu soruşum. Aycan soruşun müəllimə. Deməli, hansı qaraydı? Hansı qaraydı? Balaca C. Yaqut müəllimə, bunu qıraqda belə yazırsınız. Böyük C hərfi qara, balaca C hərfi ağ. Böyük A hərfi pigmenti yayan, balaca A hərfi yaymayan. Bunu mütləq, amma yox, çox sağ ol. Epistas sözünü gördünüz, qızlar. Bunu yazın qıraqda. İndi siz işinizi ehtimalı niyə edirsiniz? Uzaqbaş oradan bir balaca pigmenti çəkərsiniz özünüz üçün. Dediniz Yaqut müəllimə. Bunu belə yadda saxlayın. Deməli, böyük C ilə o böyük C olanda bu böyük C. Böyük balaca C, A balaca olanda A bu oldu qara. Qara. Bir də müəllimə orada axı deyir axı orada diheterozigot boz. Uje diheterozigot deyirsə, böyük C, balaca C, böyük A, balaca A mütləq şəkildə orada Yo, mən sadəcə o rəngi unutmuşam. Yaqut müəllimə, onu hər dəfə özə mən istədiyim qəbula da salırlar. Epistas asandır deyə. Yəni epistasdır, komplementardır qızlar. Ümumiyyətlə rahatdır. Yəni genetikanı yaxşı maşallah olsun yaza biləcəksiniz. Tamam qızlar. Keçək indi Səyyarə müəllimə. Baxaq sonra bax elə biləm hansı müəllimlərdən az soruşmuşam. 15-ci suala Səyyarə müəllimə baxaq sonra İlhami müəllimə soruşaq. Sonra şəkildə göstərilən neçə bitkinin vətəni Meksika ola bilər? Meksika. Deməli, kələmi çıxırıq. Sonra Meksika hansılar ola bilər? Qarğıdalını götürürük. Səyyarə müəllimə, Mərkəzi Amerika, bəli, qarğıdalı. Aha, qarğıdalı götürürük. Sonra tıkvanı götürürük. Şeydir bu. Balqabaq. Balqabaqdır bu. Balqabağı götürürük. Aha, balqabağı götürürük. Bir də Aha. ananası götürürük. Bir dənə baxın uşaqlar səs salıb deyin. Bir dənə sakit olsunlar. Bir dənə sakit olsunlar. O birisine baxın növbətliyər. İlhami müəllimə. 1, 2, 3 cəbəmdir. Deməli, 16-cı sualımız endoplazmatik şəbəkədə sintez olunmuş fermentlər Golgi kompleksinə daxil olan zaman neçə lipid qatından keçməlidirlər? Golgi kompleksi bir membranlı orqanoidlərə aiddir. Buradan da bildiyim qədərilə 2 dənə lipid qatından keçəcək. Qızlar, eşidirsiniz səsimi? Xanımlar. Hökmən müəllimə. 15-ci sualda 3 dənə götürüldü. 15-ci sualda gəldim qızlar. Uşaqlar biraz səs alırdı. 15-ci sualda 2 dənədir. 2 dedi də müəlliməmiz. Dedi ki, boranı, qarğıdalı bunların vətəni ola bilər. Yəni Mərkəzi Amerikada. Bax, yercücünün vətəni Azərbaycanın olduğu. Bəli. Kələm aralıqdır. Ananas da kartofla birdir. Sən nə demişəm? Demişəm kartof da kələ götürdü, ananas da kələ götürdü, yer fındığı da belə yerdə bitir kələ götürdü. Belə yadda saxlayın qızlar ki, kartofla eynidir. O haradandır? O haradır? Cənubi Amerikadır, ananas. Cənubi ananasla kartof, yer fındığı bunlar Cənubi Amerikadır. Müəllimə. Afrikaya qarpız falan düşür. Qarpız, dənli sarğı, sonra nə deyə qıza, kofe. Yaxşı qız, 16-cını oxusun müəlliməmiz İlhami müəllim, 16-cını oxuyaq. Endoplazmatik şəbəkədə sintez olunmuş fermentlər Golgi kompleksinə daxil olan zaman neçə lipid qatından keçməlidir? Golgi kompleksi müəllimə bir membranlı orqanoiddir. Orada 2 dənə lipid qatı olacaq ona görə. Bəli, bir membranda 2, yox, qat birdən olur qızlar, cərgə 2 dənə. Burada diqqətli olun. Bax, deməli, 16-cıda endoplazmatik şəbəkədən deşib keçməlidir. Bu bir lipid qatıdır. Oradan Golgi kompleksə girməlidir, bir lipid qatıdır. Qızlar, qat deyəndə membranın sayına uyğun götürün. Məsələn, bir membranlıdırsa, bir lipid qatıdır. Sizə cərgə desəydi 4 götürəcəydiniz İlhami müəllimə. Cərgə bir membranda 2 cərgə olur. Aycan. Siz olmayanda da oxudunuz və 2 dənə. Bəli, afərin İlhami. İlhami 17-yə də baxın onda. Hansı xəstəliyin törədicisinin əsas sahibi onurğasız heyvanlara aid edilir? Toxoplasmos enterobios askarit. Malyariya ağcaqanadın bədənində olmur. Bəli, malyariya olacaq. Əsas sahibi də xalqımızdır. Bəli. Fikir verin. İlhami müəllimə, malyariyanı normalda məsələn az verib, təzə dərslikdə demək olar yox dərəcəsində verib. Bir dənə yuxarı siniflərdə toxunulur. Ancaq fikir verin, artıq malyariyaya rast gəlinir. Zöhrə müəllimə oxuyaq. İlhami müəllimə mikrofon bağlayın, zəhmət olmasa. Xışıltı oldu. Zöhrə müəllimə 18-19-u da oxuyaq. Biofez təhlükəsinin ikinci mərhələsi klassif atomların yaranması, bioloji polimerlərin yaranması, membran strukturlar, ilkin bircəklər, orqanizmlər, üzv monomerlər. Birinci üzv monomerlər idi, səhv eləmirəmsə, ikinci bioloji polimerlər idi. Sonra da bircəklər orqanizmlər. Bəli. Bircəklər deyəndə membran strukturlu orqanizmlərin yaranması üçüncü. John Bernard keçdi ya qızlar təkamüldə, biopoyez nəzəriyyəsində 3 dənə vardı, ha? Bəli, Zöhrə müəllim deyir ki, burada 18-də B bəndi və düz deyir. Zöhrə müəllim 19-u da oxuyaq, sonra Məsmə müəllimənin Mirvari müəllimə də oxusun ilk suallar. Dəniz kələmində fotosintez zamanı deməli əmələ gələn üzv maddədə toplanan enerji 88 kilojul olarsa, bu zaman neçə qram qlikoz əmələ gələr və yosunun üzərinə cəmi neçə kilojul günəş enerjisi düşmüş olar? 88 kilojul üzv maddə toplanırsa. Səbirlə oxuyaq, ay Zöhrə müəllimə, biraz səbirlə analiz edək ki, müəllimlərimizə qulaq. Dəniz kələmində fotosintez zamanı əmələ gələn üzv maddədə toplanan enerji, yəni necə Zöhrə müəllimə? Maddə necə toplanan?
Üzvü maddə deməli qlükoza nəzərdə tutulur. Qlükoza nəzərdə tutulursa bunu biz yəni karbohidratdır da 1 qramına bilirik ki 17,6 kilojul enerji əmələ gəlir. 88 kilojul enerji nə qədərdən əmələ gəlir? Böləcək Bəli, 88-i böləcək 17,6-ya qızlar. Görək bizim nə qədər maddəmiz var, karbohidratımız var. Deyək ki, tapdıq bir rəqəm. İndi ya bölün tez mənə deyin, ya da tapdıq bir rəqəm. Aha, sonra nə edirik Zöhrə müəllimə? Sonra bizdə bir dəqiqə 88-i bölsək Bölün tez 17,6-ya olacaq 17,6-ya. 5 qram. Verir mənə 5. 5. 5 qram. Aha. Aha, bəli, 5 qram alınırsa qlükoza, onun cəmi neçə kilojul günəş enerjisi düşmüş olur. Günəş enerjisini tapmaq üçün biz onu deməli əslində 100-ə vururuq, amma o birisini Düşmüş olur. Bu zaman neçə qram qlükoza əmələ gələr və yosunun üzərinə cəmi neçə kilojul günəş enerjisi düşmüş olar. İndi mən düşünürəm ki, biz deyirik xlorella yosunu 12%-dən istifadə edir. Məsələn üçün digər produsentlər 1%-dən istifadə edir. Biz onu xlorella yosunu üçün qızlar 12% dedik. İndi bu dəniz kələmi laminariyadır. Zöhrə müəllimə bəlkə 88-in də bir 12%-lə gedək. Bəli, məncə elə eləyək. 88-in 88 12%-i 100% qız. Görün alınırmı qızlar? O 88 12% daxı qızlar 1% deyil. Bir dənə gedin oynan görün A bəndi cavabı A bəndi verib. Görün vurub Xeyr alınmır ondan. 88 bu zaman neçə qram qlükoz, yəni yosun üzərinə cəmi neçə kilo. Günəş enerjisi onsuz da qızlar 100%-dir. Bu da bizə deyir ki, əmələ gələn üzvü maddədə toplanan enerji 88 kilojuldur. Siraltının enerji budursa biz bunu 100-ə vurmalıyıq. Amma niyə üçün alınmır? Lap 12%-lə getsək necə? 1% olsa 100 dəfə çox. 12%-lə getsək 88-in 12% xlorelladır gedirik. Dəniz kələmində o faiz göstəricisi yoxdur axı. Mərmə, burada bir şeydə var ya, deyir günəş enerjisindən istifadə okean səthində 0,4%. Bəli, oyla gedə bilərik. Mətanət Məmməd deyir ki, okean səthi olduğuna görə, yəni oyla gedin qızlar 4%-lə gedin. Ona alınır müəllimə. Çünki o 88-i böləndə gəlir. Təşəkkürlər Mətanət müəllimə. Afərin qızlar. Mətanət Məmməd bilirsiniz nəyə götürdü? Deyir, okean səthinə görə götürürəm hökmə müəllimə. Çünki bizə heç harda laminariya verilmir. Baxın neçə. Biz bir dənə xlorellanı bilirik qızlar. Əla, bax buradan da bunu. Bax ona görə nə qədər çox test işləyirsinizsə qızlar o qədər beyin açılmış olur. Əla, afərin. Onda Mətanət müəllimə elə gələk baxaq 20-cə siz baxın. Sonra Mirvar müəllimə də 21-ə baxın. Aycan. Mən bir dəqiqə söz soruşum. 88-i neçəyə böldün? 0,4-ə. 8-in müəllimə 80% qız. Faizi falan. Yıldız müəllimə. İlhami müəllimə. Bildim müəllimə bildim. Bax bu çox yaxşı. Qızlar baxın biz bu qədər məsəl üçün test işləmişik. Amma bu formatda olan testi demək olar ki heç rast gəlməmişdik. Yox qızlar. Bir dənə hardasa rast gəlmişdik. Yadımdadır. Dünya okeanı dedi. Məsələn 20-ci suala baxaq. Pankreatit xəstəliyi zamanı mədə altı vəzin ifraz etdiyi amilaza fermentinin miqdarı ilə. Birinci. Bağırsaqda olan nişasta və qlükogenin miqdarının dəyişməsi arasında olan asılıq hansı qrafikdə düzgün əks olunur? Amilaza nəyi parçalayır? Karbohidratı mı? Yəni amilazın başqa icrası pisəliyir. Bəli, karbohidratı parçalayır. Tamam. O zaman amilaza çox olarsa nə baş verəcək Mətanət müəllimə? Nə azalacaq, nə artacaq? Nişasta və qlükogen miqdarının dəyişməsi. Nişasta hansı idi? Nişasta. 2. Nişastanı amilaza nə edəcək müəllimə? Azaldacaq. Azaldacaq müəllimə. Bəli. Azaldacaq. Bitki mənşəli karbohidratdır. Onu azaldacaq. Sizcə heyvan mənşəli karbohidrata eləməz məncə qlükogen ona təsir eləməyəcək. Heyvan mənşəli karbohidrata təsir edəcəkmi? Yox qızlar, etməyəcək. Başa düşdünüz? Burada pankreatit xəstəliyini də verir. Bəli, hansı variant dediniz Mətanət müəllimə? Bəli, A variantı qızlar. A variantında baxın, birinci azalır, o birinə təsir etmir. Düz dediniz, afərin. Mirvari müəllimə baxağın. Qızlar deməli bütün variantlarda o ikinci sabitdir. Bir dənə C variantından başqa. Mirvari müəllimə 21-ci suala da baxaq. Deməli, bir rəqəm ilə işarələnmiş hissədə uşaqlıq borusu, yalnız haploid xromosom yığınına malik hüceyrələr olur. Yalnız diploid, haploid olar da müəllimə burada. Bəli, yumurta hüceyrə ora düşə bilər. Spermatozoid ora gələ bilər. Çünki yumurta borusunda mayalanma gedir. Amma indi dayanın müəllimə, çox qəşəng sualdır. Zigot olacaq. Hüceyrələr olur da. Zigotda olacaq. Deməli, onda həm haploid, həm də diploid xromosom yığınına malik hüceyrələr. Bəli, qızlar. Aha, ikincini oxuyun Mirvari müəllimə. Yalnız diploid xromosom yığını bu deyil. Hüceyrələrdə kombinativ dəyişkənliklər baş verə bilər. Bu düzdür. Daha sonra crossingover prosesi baş verir. Crossingover orada baş verir. O crossingover yumurtalıqda baş verir. Meyozu soruşur ki, meyoz gedir yoxsa ki? Bir də 6. Xeyr, 6 olacaq müəllimə. Yumurta hüceyrənin baş verir. Aferin. Baxın qızlar, bir sual özündə ümumi biologiyanı falan birləşdirmiş oldu. Məsələn, müəllimə 22-ci suala baxağın. Əla, qızlar çox gözəl edirsiniz. 22-ci suala baxaq. Deməli, A, B və C üçün doğru olmayan. Deməli, B sayıları yarım dairəvi kanalların sayı ilə 1-in 1-ə nisbətində olur. B də deməli göstərib bizə B-də nə göstərir?
B-də şeydir müəllimə. Qoy mən burada kitabda da baxım. Sümüklərdir müəllimə, sümüklərdir deyir. Sümüklərdir də, sümüklər. Sümüklərdir Sümüklər. müəllimə. Bəli, Sümüklər. bəli. Düz birə nisbətində də bu düzdür. Çünki çəki düzəngi zindan sümüklərdir 3 dənə. A-da deyir ilk dəfə məməlilərdə yaranmışdır. A, bəli, məməlilərdə yaranmışdır. Qulaq seyvanı. Çünki quşlarda xarici qulaq keçəcəyi var idi, amma qulaq seyvanı yox idi. Bir dənə məməlilərdə deyir. Düzgün olmayan istəyir bizdən. Deməli, burun udlağı orta qulaqla birləşdirir. C-yə baxaq. Bəli, bu birləşdirirdi. Bəli. A-nan C orta qulağın hissələridir. A-nan C xeyr müəllimə. A-nan C deməli A xarici qulaqdır, C isə daxili qulaqdır. Ona görə də olacaq D variantı səhv cavab. Amma C B olan daxili qulaq deyil. doğrudur, B də. Müəllimə düzdür. Cavab 22-də qızlar D variantı verilir. Yevistax boruda qulaqla udlağı Amma o hava ilə yevistax dolu. borusu daxili qulaq deyil də, orta qulağın Bəli, hissəsidir. Amma A isə Amma bu xarici. A-nan C. Bəli, Bəli. düzdür müəllimə. Afərin. Qızlar növbəti səhifəyə gedək. Dinləyici olan müəllimlərdən oxumaq istəsəz sonra müəllimə. Yəni sizdə. Qızlar atmamışam sonuncunu. Sadəcə bunu atıram. Hə qızlar, indi sonuncunu da atıram. Biraz kameramı bağlayım ki, qoyun atım. Aha, bircə dəqiqə qızlar. Sonuncumuzu da ataq, всё. Çox yəni istəyirsiniz. Fikir verirsiniz. Ay, sizə mən sizə nə demişdim? Demişdim ki, səbirli olun, biraz mövzuları keçək. Mən sizin ağır testlər işlədim. Hələ indi o bir bu qurtarır, bir iki şeyə ucu bu qurtarır, bu mövzu testləri qalır. Ondan sonra nə edəcək qızlar? Qızlar ağır testlər işlədir. Всё. Qız qrupumuza zəhmət olmasa. İlhami müəllimə baxaq. Müəllimə Baxaq. bu suydur günündə məlik olduğu orqanoid növs. Mhm. Orada protein var, bir də hüceyrədə qan hüceyrələri var. 2 növ görürlər bunu hüceyrələri. Amma şimdi bəli, indi bax hərəkət deyəndə götürün. Yumurta olan yalançı götürün. Et orqanı. Üç Qoy mənim özü deyəcək qızlar. İndi burada bir şey müəllimə. Şu hidrogenezi dövründə antogeniz burada əzələni də götürməliyik. Çünki antogeniz deyilsə qızlar o həm cinsi çoxalma dönəmini nəzərə alacağıq. Əzələdə hərəkət orqanoididir axı. Deyim müəllimə. ondan müəllimə. Əzələlərdəki hərəkət orqanoidləri və orada dalayıcı kapsula var idi. Müəllimə bunu 3 dənə götürürəm. fikirləşib Yox. 3 götürərik burada. Eyb yox İlhami müəllimə. Siz onda bəli 3 götürəcək. Amma qızlar burada şirin hidrasında da qolcuqların sayı 12-dir. Maksimum deyir. Maksimum istifadə edir, 12 götürəcək. Bəli. Amma 9 olacaq orada. bəli, cavab 9 olacaq. Amma qızlar X-dan Y çıxmalı deyilik də, Y-dən X-ə çıxmalıyıq. Burada biraz səhv verilib. Yəqin səhv olub da burada. Mexaniki Səhv səhv. olub. Bəli. Bəli, cavab 9 olacaq. 12 çox 3 bərabər. İlhami müəllimə bu gün sizə ikinci dəfədir bu hidra yoxunuzu zadınızda girəcək. Bu nə Müəllimə, məsələ? orada Aycan. Prosta məndə də məni çaşdırdı ki, necə bu 3-dən necə Yox, çıxmalı içinə. müəllimə bildiniz yəni, narahat olmayın. Orada bəli, ona səhv verib. Bəli, X-i birinci veribdi. Müəllimə düşünür ki, 3-dən necə çıxaq? Narahat olma, mexaniki səhvdir. Yaqut müəllimə 24, indi Yaqut müəllimə də gəldi, yenə bu şeylər düşdü. Yaqut müəllimə 24-ə baxaq, 24. Hansı xəstəliklərin törədiciləri atomların birinci növ bioloji miqrasiyası həyata keçirilən orqanizmlərə aiddir? Yəni bir hüceyrəlilərdir də. Bəli, bəli. Mikroorqanizm. Yuxu xəstəliyi, toksoplazmoz, leishmanioz, enterobioz yox burada idi. 1, 4, 6. 6 ankilostomozdur müəllimə. 1-4 nə? 1, 4, 5 Ay, sağ ol. 1-4, 5. Yaqut müəllimə, Abi 25 üzr istəyirəm. Haycan. Birin su hidrasında biz 3 dənə götürdük də. Yumurta hüceyrə, spermatozoid, bir də dalayıcı hüceyrə. Bəli, dalayıcı hüceyrəni yox müəllimə. Baxın Yaqut müəllimə, şirin su hidrasında hərəkət orqanoidlərindən qamçı var, əzələ sapı var, yəni əzələ miyofibril var. Bir də yalançı ayaq var. Yalançı ayaq həm yumurta hüceyrədə olur, həm həzmdə olur. Qamçı həm spermatozoid olur, həm həzm hüceyrəsində olur. Çirpik yoxdur qızlar. 4 dənə hərəkət orqanoidi ilə çirpik hidrada yoxdur. Bu oldu 3 hərəkət orqanoidi Yaqut müəllimə. Qolların da maksimum sayı 12 oldu. 12-dən çıxdıq 3. Müəllimə, Aycan. müəllimə X minus Y fərqinin maksimum qiyməti deyirsə, onun aşağı olmayacaq. Biz onu 5 götürməyək. Maksimum Y-i qiymət. 5 götürək ki, Yox, çıxanda yox. maksimum. Biz 12-dən çıxmalıyıq 3-ü. 5-dən 3 çıxsaq minimum fərq edir müəllimə. O deyil, yox, narahat olmayın. Sadəcə burada biraz mexaniki səhv verir. Aydın oldu. Qadın orqanizmində yalnız bir bədən boşluğu hüceyrələrində baş verir. Bir bədən boşluğu hüceyrələrində. Hafoid xromosom dəstəsinin yaranması, iki xanım bir bədən, yəni eyni bədən boşluğunda da. Yalnız hansı bədən boşluğunu deyir qızlar? Ancaq bir bədən çörəklə baş verir. Bu ancaq başa düşdüm. Bəli. Bir dənə daxil eləmək məsələn müəllimə. Bir xromatidli xromosomların qütblərə çəkilməsi 5. Meyozdur da bu. Ana hüceyrədə olan insi məlumatların dəyişmədən qız hüceyrə ötürməsi yox. Bu mitozdur, ona görə olmur. 2 xromatidli xromosomların qütblərə çəkilməsi də mitozdur. Deməli mutasiya əmin deyiləm mutasiya. Deməli 1 Mutasiya hər yerdə ola bilər. Yaqut müəllimə, baxın bir dəqiqə. DNT-nin olduğu hər yerdə mutasiya ola bilər. Bədən hüceyrəsində də ola bilər. Şərt deyil yumurtalıqda olsun. Ona görə onu götürmürük. Onda 1 4 5. 25-dən 1 4 2. və 2 Yaqut müəllimə. 1 2 4 5 yox.
Çünki bir xromatidli xromosomlar qızlar həm mitozda çəkilir, mitozun ana fazasında, həm də meyoz 2-nin ana fazasında çəkilir. Bəli, diqqətli olun, səbirlə baxsaq qarışdırmazsınız. 6-cını niyə götürmədik qızlar? Çünki 6-cıda ana hüceyrədə olan istər məlumatın dəyişmədən qız hüceyrələrə ötürülməsi o şey olur da. O mitoz olur da və yaxud da irsi məlumat dəyişmədən ötürülürsə. Günel müəllimə 26-ya siz baxın, Aynur müəllimə 27-yə siz baxacaqsınız. Aynur müəllimə siz yorğunsunuz deyə çox soruşmuram bugün sizdən. Geoxronoloji cədvələ əsasən baş verən proseslərin ardıcıllığını müəyyən edin. Deməli, ardıcıllıqda mollyuskaların və boğumayaqların quruya çıxması, heyvanlarda 4 toxuma qrupunun yaranması, bitkilərdə... Günel müəllimə el eləməyin. Çünki o hamısını oxusaq siz orada bilməyəcəksiniz. Burada birinci gəlir. El eləməyin, qarşısından yazın Günel müəllimə. Heyvanlarda birinci 4 toxuma qrupu yaranır. İlk öncə bunu götürəcəyik. Heyvanlarda 4 toxuma qrupu. Düz deyirsiniz. Qarşısından yazırsınız proterozoid. Yazmasaz çaşasınız qızlar. Qarşısına yazırsınız proterozoid. Düzdür Günel müəllimə. Birinci nədir? Silurdur. Birinci. Quruya çıxır. Bəli. Silur. Sonra mollyuskaların quruya çıxması, deməli 2, 1, sonra gəlir 3 gəlir. Bitkilərdə 6 toxuma qrupunun mövcud olması. Toxuma qrupu. 6 toxuma qrupu falan varsa bu hansı bölmə artıq hesablanır? Toxum falan yaranıb. Çılpaq toxumlar da Toxumlu bitkilər var. Paleozoid göstərə bilərik. Aha. Sonra gəlir deməli tozlayıcı, hələ bu deyil, uçan onurğalılar yoxdur, hələ var. Günel müəllimə, baxın. Ardıcılığı Tamam, bilirsiniz. Bir altıncıda ürəyində, bir də bu gəlir. Arterial qanın venöz qanından tam ayrılmış olan soyuqqalı heyvanlar idi. Sonra bu gəlirdi, səhv etdim. Qızlar, gəlin qarşısında, mən niyə deyirəm ki, indi inşallah imtahanda düşəndə qarşısında yazın. Arterial qanla venöz qan, soyuq qan heyvan hansıdır ayrılan? Timsah ola bilərmi Günel müəllimə? Timsah triasda yarandı mı? Triasda. Timsah, trias. Yarandı. Altıya yazırsınız trias. Uçan onurğalı Archaeopteryx'dir, Yura. Mezozoyun yurası. Tozlayıcı həşərat mezozoyun təbaşiri. Heyvanlarda 4 qrup proterozoid. Birinci də dedik silur. Bitkilərdə 6 toxuma qrupu deyəndə qızlar. Ötürücü onsuz da aşağıda yarandı, paleozoidda yarandı. Əsas toxuma, ehtiyat toplayıcı toxuma falan. Mən deyərdim ki, biz çılpaq toxumları götürə bilərik. Tam götürə bilərik. İndi baxaq ardıcıllığı mən deyim görün düzmüdür? Cavaba uyğun deyirəm də cavaba baxıram qızlar. 2, siz baxın sizdə. 1, aha deyin Günel müəllimə. 3, afərin. Sonra 6, sonra 5, 4. Afərin Günel müəllimə, supersiz qızlar. Supersiz qızlar. Deməli 2, 1, 3, baxın. 6 toxuma qrupunu artıq silurdan sonraya verdi qızlar. Çılpaq toxumlarda. 27-ci ki, Aynur müəllimə baxaq 27-ciyə. Biotexnologiyadandır qızlar 27-ci. Aynur müəllimə buradasınız. Bəli. Uyğunluğu müəyyən edin. Hüceyrə mühəndisliyi, gen mühəndisliyi. Deməli, A-cinsi yolla çarpazlaşdırılması mümkün olmayan bitkilərin yeni hibridlərin alınması bu hüceyrə mühəndisliğində idi deyəsən. Afərin, düzdür müəllimə, düz deyirsiniz. Bakteriyalarda olan xromosomlardan kənar öz-özünə ikiləşən kiçik halda DNT-lərdən istifadə olunması gen mühəndisliyi. Afərin müəllimə. Xərçəng hüceyrələri və limfositlərin hibridlərinin alınması bu da hüceyrə mühəndisliğində idi. Afərin. Obisindəyim müəllimə. Homoloji xromosomlardan birinin yaxud hər ikisinin dəyişməklə həyata keçirilir. Homoloji xromosomlardan birinin yaxud hər ikisinin. Ay Allah. Obisini deyin, yeni deyin. Hüceyrə mühəndisliyidir. İstənilən geni əvvəl hüceyrəyə, daha sonra onun genomuna daxil edərək bu gen mühəndisliyidir. İndi sizcə deyini biz hüceyrə mühəndisliğində, gen mühəndisliğində yoxsa xromosom mühəndisliğində? Xromosom. Bəli, ona görə deyini heç birinə aid etmirik qızlar. Ancaq yeni aid etdiniz hansına müəllimə? Gen mühəndisliyi. Bəli, müəllimə. Onda Aynur müəllimə 28-ə baxaq. Deyir sizi yaxalamışkən 28-də soruşum. Sizə təqdim olunmuş situasiya diqqətlə oxuyun. 5 uşaqlı bir ailədə 3 uşağın dərisi balıq dərisi kimi pulcuqlarla örtülmüşdür. Xəstə uşaqların oğlan və ya qız olduğunu müəyyən edin. Cavabınızı əsaslandırın. Bunu keçən dəfə İlham müəllimə qəşəng dedi. Pulcuq dərili hansı xromosomdan keçir? X-dan yoxsa Y-dən qızlar? Müəllimə Y-dən keçir. Y-dən keçir. Ona görə də xəstə uşaqların oğlan və ya qız olduğu, xəstə uşaqların deməli oğlandır da bu xəstə uşaqlar. Bəli, oğlanlar xəstədir, düzdür. Bu ailədə olan qızlar gələcəkdə ailə quran zaman onların uşaqlarında da bu xəstəliyə təsadüf etmək olarmı? Qızlar əgər sağlam insanlar Xeyr, olmaz. Çünki Y xromosom keçir. Qızla X-dan keçmir axı biz deyək ki, X-dan keçiricidir. Afərin. O zaman 30-cuya da baxaq. Xəstə uşaqlardan birində bağırsaq hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində DNT zəncirinin sayı X-dır. Xəstə uşaqlarından birində bağırsaq hüceyrəsinin bölünməsi zamanı anafaza mərhələsində DNT zəncirinin sayı X-dır. Xəstə uşaqlarının birinin qaraciyər hüceyrəsinin... Xəstə uşaq oğlandır, Aynur müəllimə. Gəlin bunu mən deyək. Oğlanın bağırsaq hüceyrəsinin... Hamıda səs getdi. Yox, İlhamə müəllimə. Hamıda səs getmədi. Qızlar, mənim səsimi eşidirsiniz? Alo. Bəli, müəllimə, gəlirsiniz. İlhamə müəlliməyə yazın zəhmət olmasa ki. İlhamə müəllimə heç kimdə səs getməyib. Xəstə uşaq oğlandır. Oğlan XY-dir. Oğlanın anafazası olacaq 4N, 4C. 4N-in ikisi X olacaq, ikisi Y olacaq qızlar. Çünki xromosom təsti 2 dəfə artır, orada 4 Onda X2-də. Burada nə deyir bizdə? DNT zəncirinin DNT zəncirinin sayı.
4-dür də. Səkinə DNT zəncirinin toş. DNT molekulu demir. Burada vuruyoruz 2'ye. DNT molekulu DNT demir. 4'e DNT vuruyoruz zənciri. 2'ye. 8. 8. Hı. Mənə 8 olur da onda. 184 eləyir də elə Bəli, bəli. Zəhləmiz verəməm. Deyin zəhmət olmasa bir dənə bunu. Bəli qızlar, heç burada eksiklik söhbəti deyil. Mən orada X-i gördüm. Elə biləm X xromosomu deyil. Bəli, deyin Zöhrə. Anafa zamanı biz 4-ün götürdüyümüzə görə 4-ü vururuq. Yəni belə də xromosom sayı 92 olur, DNT sayı da 92 olur. Amma zəncirin yerə 92-ni 2-yə vururuq. Elə Qızlar 184. çox xahiş edirəm. Burada Zöhrə müəllimə üzr istəyirəm. Bax bu deməyim model tipli testində də buna toxunur. Biz məsəl üçün deyirik ki, olsun interfazda məsələn 2N 4C 4D. 4D molekul olanda olur. Zəncir olanda sən artıq 8D yazırsan. 8D yazırsan. Yəni bax burada da ona görə biz 8D müəllimə də dedi xromosom sayını tapırıq. Buyurun Zöhrə müəllim, o birisini də deyin yekunlaşdıraq. O birində də deyir xəstə uşaqlardan birinin qaraciyər hüceyrəsinin bir nüvəsində olan xromosom müxtəlifliyinin sayı. Bir nüvədə xromosom müxtəlifliyi oğlan uşağıdırsa 24-dür xromosom müxtəlifliyi. Həmin ədəddən 184-dən 24 çıxırıq da. Bəli, cavabda odur qızlar. Bəli, cavabda odur. İndi bir xromosom müxtəlifliyi nədir də qızlar? 46 xromosom var. 22 müxtəlifliyin üstünə bir X gəlirik. 22 cüt autosomdur, müxtəlifliyi də 22-dir. Bir X gəlir, bir Y. Afərin qızlar, çox qəşəng. Nisbətən çətin testlərdə də öhdəsindən gəldik. Müəllimə, burada birincidə Zöhrə müəllimə, deməli 8 zəncirə, 8 zəncir, o da Zöhrə müəllimə əsaslandırın onu bir də Aynur müəllimə qulaq asın. Burada yəni çoxan metod prosesində 46 xromosom anafaza mərhələsində 92 olaraq xromosomların sayı artır. 4 olur. Çünki 46 bölünəcək hüceyrələrə. Ona görə anafaza mərhələsində 92 dənə DNT olur, 92 dənə də xromosom sayı olur. Biz DNT-nin sayını 2-yə vurub onun zəncirinin sayını tapırıq. Yəni 92-ni 2-yə vuraraq DNT zəncirinin sayını tapırıq. Ona görə mən 184 dedim. Aynur müəllimə 4N, 4C, 4D yoxdur. Müəllimə oradan gəldi də. Elə bir N-in yerinə 23 qoydu müəllimə. 4-ü vurdu 23-ə. Haploid halda 23 xromosom. Xromatidi də elə götürürük, DNT-ni də elə götürürük. Belə qızlar. Çox qəşəng işlədik bunu. Qaldı yenə deyirəm 2 sınaq. İnşallah onu da edərik. İndi növbəti sınağa artıq vaxtımız qalmadı qızlar.